Nətərsiniz qaqalar? Qaqa, yatmamışam. Ağzım üzüm bu dəqiqə şişib. Səhər saat 6:10-dur qaqa. 17 mart 1-ci gündür özdə. İmsakda durdum. Əslində heç yatmamışam. İmsakda dedim, energetikdən soxum, çıxım sizin üçün video çəkim. Nətər söhbətdir. Ramazanda qaqa video çəkə bilmirəm. Dilim söz tutmur. Acoram qaqa, beynim işləmir. Ağlıma heç zat gəlmir. Onsuz da belə danışa da bilmirdim. Dilim hətələm eləyirdi. İndi vapşe söz yadımdan çıxır. Dilim söz tutmur. Halsızlaşıram. Ona görə bu ayda biraz video çəkənmədim sizin üçün. Amma qaqanız is back. Qaqanız is back. Dediyimdə yəni qaqanız geri döndü. Qaqa, donuram. Ay bu nəyin qazı idi, mən gəldim. Soxdum energetikdən, yatanmadım. Dedim ürəyim partlayar. Çıxın biz sizin üçün video çəkim. Videonun adından başa düşdüyünüz kimi qaqa, Azərbaycana qayıdıram. Ki sual işarəsi. Qayıdıram Azərbaycana. Qayıdıramsa nə vaxt qayıdıram? Biz ki qaqa, mənim ağlımda var idi isti ölkəyə köçmək. Baxdım isti ölkəyə köçməyə lazım olsa qaqa, bir xeyli pulum çıxacaq da, samolyot pulu, gedib orada bir yerləşməyim, özümü belə nətər deyim, obstanovkaya ayaq uydurmağım bir xeyli çəkəcək qaqa. Gördüm qaqa, pul para yoxdur. Nağaracam. Dedim ona görə qalın burada bir müddət. Biraz pul eləməyim lazımdır əlimdə. Bir dəqiqə saçım dağıldı qaqa. Saçımı düzəldin. Nətər oldum? Baxın bir də özümə. Qəşəngəm. Prosta burnum fırtlayıb çıxıb. Burada kameranın yanında belə yer var. Oradan baxıram özümə. Burnum da bu boyda olması qaqa, arıqlamışam. Gücdə arıqlamışam. Pul para yoxdur qaqa, yeyib içmirəm. Bəlkə arıqlamışam. Bəs də deyəsə ağladın davam et. Bəs də ağladın davam et də. Nəysə qaqa, dedim bir sənə həm gəzintiyə çıxım. Əslində gəzintiyə çıxmadım. Qaqa çıxsım ki sizin üçün video çəkim. Yoxsa gündüz dururam vapşe, əsəb oluram. İndi qaqa gedib biraz parkda bir tur gəzdik. Deməli qaqa, ağlımda gedəcəyim ölkələrdə nələr var idi? Var idi qaqa, Tayland, Kolumbiya, orada kommentlərdə də yazmışdınız. Meksika var idi, Kuba var idi, İndoneziya var idi. Ki İndoneziyanı hamı qaqa ancaq Bali bilir. Nə qədər Bali? O İndoneziyada 20 mindən çox ada var. Hamı bir dənə Bali'dən tutub Bobukda adadan. Nədir bu Bali tutturmusu? Zayıb orucuq qaqa, orucuq deyənmərik. Ağzımı saxlayıram. Yəni oruc ancaq mədəni boş tutmaq deyil qaqa. İçini də, nəfsini də, beynini də, düşüncələrini də hamısını təmiz saxlamaqdır. Nəysə qaqa, indi fikirləşdim, pul qazanmağım lazım. Nətər eləyəcəyik qaqa? Ağlımda 2-3 dənə kontent var. Buna görə sizə məsləhətləşmək istəyirəm qaqa. Birincisi kuryerə qayıtmaq. İkincisi taksiyə çıxmaq. Üçüncüsü Avropa turuna çıxmaq. Üçüncüsü qaqa biraz belə əlləm-qəlləmdir. Çünki pul para lazımdır. Bax yenə gördünüz qaqa. Təzə yemişəm, imsakı təzə eləmişəm, 2-3 saat bundan qabaq eləmişəm. Yenə də ağzım söz tutmur. Avropa turu qaqa biraz bahalıdır. Gəlib çəkərdim Şveysariyanı, Monakonu, Parijizadı qaqa, İtaliyanı çəkib göstərərdim sizə. Amma ona da pul yoxdur. İkinci qalır taksi. Taksiyə də qaqa burada prava istəyirlər. Pravanı da dəyişdirməliyəm. O da bir proses çəkir, yəni bir ay zat çəkir. Əlimizdə qalır kuryer. Ya da ki qaqa, onun bunun üstünə çöküb pul almaq. O da Ramazandır, onu da eləyə bilmirik. Nətər deyərlər qaqa? Bir halal pul qazana bilmirəm. Haram da mənə düşmür. Belə eləsəm dədəm vay, elə eləsəm nənəm vay. Yuxarı baxırsan bığ, aşağı baxırsan saqqal. Qaqa, indi mən nə qayırım? Kuryerə də qayıtmaq qaqa, Ramazanda o yeməyin iyisi vurur adam. Ağla, onu qaqa, Ramazan olmayan vaxtı o yeməyi daşıyırdın, bəzən pizzanı iyi vururdu qaqa. Kuryerlər yəni mənə başa düşərdi qaqa. Yeməyin iyi vururdu. Adam belə məst olurdu. Deyirdim bunu bu yeməyi eşərəm. Bir də görsən sushi zat verirdilər qaqa. Sushilərə baxırdın, adamın ağzının suyu axırdı da. Nəysə qaqa, indi kuryerlik falan ağlımda var. Biraz da indi havalar get-gedə isinməyə başlayır. Deyirəm velosiped götürüm, velosipedlə işləyim. Maşın ləzzət eləmir qaqa. Maşın çox besfantov idi. Parking yeri, orası burası. Velosiped rahatdır da qaqa. Qırmızıda zat da gözləmirdim. Harda gəldi sürürdüm, basıb gedirdim. Ləzzətli idi velosiped. İndi istilər düşür qaqa. Ola bilsin kuryerlik elədim. Məcbur qaqa. O bir dənə də söz var qaqa. İşləməsən nə ilə yaşayacaqsan? İşləsən bəs nə vaxt yaşayacaqsan? İşləyirsən vaxt olmur, işləmirsən pul olmur qaqa. Heç zad eləyəmirsən, adam belə qırılıb qalır. Ona görə mənim işləməyim lazımdır, müvəqqəti də olsa. Kuryerlik də o ləzzət eləyirdi qaqa. İstəyəndə işləyirəm, istəməyəndə işləmirəm. O şey bombadır yəni. Aç yandır proqramı, söndür proqramı. Xoşuma gəldi, sifariş yəni ləzzət elədi, götür ye. Yox, elə şey eləməyək də. Cəmbolda bu Ramazan ayında. Prosta qaqa, olur da arada bir adam belə quşlayırdı. Ləzzətli yeməklər düşürdü qaqa. Belə əclaf-əclafda müştərilər olurdu. Adamı yazdı ki, özdə naql yazırdı qaqa. Mənim yeməyimi tez gətir. 3 dənə nidazat qoydu. Dedim, hə, yaxşı. Qaqa, yeməyini açırdım qəşəng, yirdim. Bir dənə də şəkil ona atırdım ki, öpürəm səni.
Düz də axırda pulu məndən çıxırdılar da, yəni o pulun qaytarırdılar. Prosta ona da deyirdim ki, ala, yəni ağıllı ol. Kuryerdir qaqa, ofisantdır. Bunlarla qaqa mədəni danışmaz. İşimiz bundan keçir. Ofisanta deyəsən belə borcu danışırsa, get tüpürəcək yeməyi və gətirib qoyacaq qabağıma. Mədəni danışır da, biraz xoş danışır. Acam zəhmət olmasa mənim yeməyimi tez gətir. 5 zlotda çay qoya, nəmi 2 manatda çay qoy, qoyun belinə qaqa, velosipedi alım kürəyimə, qaça-qaça gəlim bu. Adamla belə danışdı. Yoxsa nağılı insanlar olur. Adam beyin çönür, kırışa gedir. Nəysə qaqa, sözümü nəyə gətirirdim? Başqa isti ölkələrə getmək. Mən fikirləşdim ki, pul baha olacaq. Həmin pula qaqa mən Avropanın bir 5 dənə ölkəsini gəzərəm. Yəni bir 2000 dollara qaqa Avropanın bir 5 dənə ölkəsini gəzərsən. Rahat. Gedib 5 ulduzlu oteldə qalmasan da, təbii ki də normal belə ucuzluq yerlərə getsən. Sən burada hansı ölkəyə getmək, qıraq ölkə. 50 dollara biletlər zadlar olur qaqa. Tüpürdüm. Gördünüz onu siz? Belə lox deyə. Nəysə. 40 dollara, 50 dollara nə bilim Parijə biletlər düşür, İtaliyaya nə bilim 20 dollara, 30 dollara biliyorsun biletlər düşür. Alırsan çıxdın getdin qaqa. Ya da otostopla. Burada otostop yəni işləyir qaqa. Burada birinə əl belə eləyirsən, yolun qırağında durursan, o şey pisdir. Yolun qırağında durursan, belə beləyirsən qaqa, saxla. Saxlayır, mindirdi maşına. Vəsə, Allahın umuduna gedirsən. Nə olar? Başqa yolda nə gələr. Ən sonda ki, tır şoferlərini saxlatdırmayasan. Recep İvedik'təki kimi. Genelde buralarda hep kadın resimleri olur da sende hep zenci erkekler var burada. Neçə dərəcə soyuq var. Buz bağladım, qıy verdim, day. Əlimi hiss eləmirəm. Bizə dəqiqə 1 second bax. Bilməm, görəsiya yox. Baba, qaqa. -2-dir o, qaqa, 5 deyil, -2 dərəcə soyuq var. Bu dəqiqə əl yoxdur, qaqa, əli hiss eləmirəm. Bu günlər bütün günü yatmayacam. Yatdım, qaqa, getdim mən. Bir gün yatmayanda, qaqa, adam yatır, qış yuxusuna gedir elə bir, ölürsən. Vəsə, atkuliçat oldun, rubilnikdən söndürürlər səni, sağ ol, Mamit. Azərbaycana qayıtmağa qaldıqda isə, qaqa, əzən paylaşırlar bu qaxı, Zaqatalanı, Balakəni. Allaha and olsun, adam baxır, deyir, nə at sapardım. Dağlıq qoynunda nə idi? Dağın ətəyində ənətər idi o. Bir söz var idi qaqa. Nəysə, buna boş verir qaqa. Baxırsan dağlıq, meşəlik, təbiət adam ləzzət verir. Deyir, vətənimdir, vətənim. Gəlin bir ləzzətli qoyun, inək baxım, toyuq düzə baxım. Gelin töylə təmizləyim. Sivilizovanı dünyadan uzaq. Prosta qaqa. Mən deyirəmsə ki, pul boş şeydir. Bozduqluq eləmək lazım deyil də qaqa. Pul boş şeydir demək üçün insan əlində pulu olmalıdır. Ondan sonra deməlidir ki, pul boş şeydir. Lamborghini boş şeydir. Kasıb bunu rahat deyəcək, Lamborghini boş şeydir. Çünki yoxudur qaqa Lamborghinisi. Hamı deyəcək pul boş şeydir. Qaqa, pulun əlində olsun. Sevmədiyi ondan sonra ki, mən pulu sevmirəm qaqa, mən yerim sivilizovanı dünyadan uzaq yaşayıram. Mən də ona görə fikirləşdim qaqa. Biraz pul qazanım. Biraz dediyim ağlımda olan rəqəm 1 milyon dollardır. Deyirəm 1 milyon qazanım qaqa. Deyəsən Mamit adına heç vaxt qayıtmayasan da Azərbaycana. Qayıdacam qaqa. Yaxın zamanda inşallah. Cibimdə bir qəpik pulum yoxdur. Elə danışıram. Milyon elə bil elə tökülür elə yığmam et. Elə bir yarpaq zat yığıram. Dolma bükəcəm. 1 milyon dollar elə deyirəm. Nəysə qaqa. Dedim əlimdə bu pul qazanım, iş görüm, biznes qurum, nəm açım, satım, eləyim. Ondan sonra gəlim rahat qaqa. Deyim ki, mən sivilizovanı dünyadan uzaq yaşayıram. Yəni bozduqluq eləmək lazım deyil qaqa. Bax, gəldim təbiətə qaqa. Bax. Hələ buna bax. Qaqa ləzzət eləyir də. Quşlar necə eləmir hə? Quşlara bax. Bay. Buna bax. Ləzzət eləyir də qaqa. Bax, burada belə şeyini atırsan, uçqanı atırsan, balığını tutursan qaqa. Ləzzətli. Prosta indi bura parkda təsəvvür edək qaqa, dağlıq ərazidə, təbiətin qoyunda, at belində gəzə geysən balıq tutmağa. O yanında samovar çayını, balığı tutdun elə oradaca qaqa. Şakat deyirsən 2 dəqiqədə. Qəşən manqal da lazım deyil qaqa. Daşları qoydun, qaladın, o tərəf bu tərəf pişirdin. Vay samovar çayını. Oruc qaqa danışdım. Ağzımın suyu axdı lap. Əslində ac deyiləm, prosta istəkdə qaqa. Adamın ürəyi istəyir, nəfsi istəyir. Deyib sizə şirdəcəm lap. Amma bu rayona gəlib köçmədən də qabaq. İstəyirəm ki, bu Avropanı qəşəngcənə gəzim belə. Şəhər gəzim. Maraqlı kültürləri, insanları, onlar nə cür yaşayırlar, nələrlə məşğuldurlar, bunları çəkib göstərmək istəyirəm. Açığı özümə də maraqlıdır. Yəni dünyaya bir dəfə gəlirik də qaqa. Bunu gəzək görə, ondan sonra gedək ora. Qaqa. Polis yoxdur. Bax. Bu toyuq quşudur, nədir qaqa bu? Baba, nə var? İş verənli eləyir, baba. Siqnalizasiya verir ki, baba, gəldi məni pişirib yemək istəyir, baba. Qara toyuqdur qaqa bu. Qaqa, polis yoxdur. Allah da bunu halal buyurub. Bəlkə bunlardan birini götürüm, kəsim yiyim ha. Qaqa, iftara bunlar nə gedər? Ördəkdir, qazdı. Ördəkdir qaqa. Bunlardan birisini eşərəm qaqa. Bizdə olsaydılar çoxdan bunları ovlamışdılar. Didirdilər bu dəqiqə, yontalayırdılar bu dəqiqə, tükünü yolurdular. Bay, burada göyərçinlər. Gəl bunlara səhər yemək verək. Gəlin.
Gəlin sizin qadanızı alın mən. Yeməyə gəlmişsiniz. Baba bunlar qorxmurlar. Baba buna bax. Buna bax bu bespanto. Ay, niyə qorxmursan? Demirsən? Yoxdur. Yoxdur, burada yoxdur. Burada yemək qoyurlar, qaqa, belənsə. Pulsuz yeməklərdir. Gəlsən ördəklər zadı yedizdirsən. Nəysə, gedək. Qabaqda bir dənə yer var, gedək orada baxaq. Yam-yam həyatı tam mənlikdir də. O bir dənə qaqa yazmışdı. Qaqa deyirsən get. O kommenti tapsam qoyacam. Deyir qaqa sən get Afrikaya. Arxaya bir dənə yarpaq, qabağa bir dənə yarpaq. Huba 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 deyə orada özün üçün yaşa. Yəni mənlikdir də qaqa. Maral dalıca əlində oxloğu götürürsən bu çubuğu. Ay deyə qaçırsan. Bax burada bir dənə də var. İndi görək bunun içində yemək var. Bax burada nədir? Buğdadır bu, nədir qaqa? Arpadır. Yoxdur. Yoxdur qaqa, yoxdur. Bu videonu da qaqa sizinlə paylaşmaq istədim. Deməm neçə vaxtdır darıxmısınız qaqanın üstünə. Əslində darıxmamısınız. TikTokda hər yerdə nə vaxt baxıcı ilə çıxıram qabağınıza ancaq. Bir də TikTokda qaqa belə qamloya bağlamışam, lomkaya bağlamışam. O mənim qaqa qaranlıq olan düşüncələrimdir. Qaranlıq olan düşüncələrim yox qaqa. O mənim qaranlıqda, yəni gecə vaxtı beynimə gələn düşüncələrdir. Gündüz vaxtı beləyəm. Yəni belə gündüz vaxtı deyib gülüb əylənirəm. Axşam da o lomka çökür qaqa. Adam oturub fikirləşir. Ay dədəm vay, ay nənəm vay. Nə dədəm var, nə nənəm var. Burada da yemək yoxdur. Bu yazıq deyil bu cəmaət. Cəmaət dedim, yəni cəmaət də yazıq deyil qaqa. Biz də beləyik. Yemək tapmırıq yeməyə. Elhamdülillah bu qədər ruzi nemət içində yaşayırıq qaqa. Millət ət yeyəndir. Nəysə qaqa, bu videonu da sizlə paylaşmaq istədim. Dedim həm qaqanızı biraz görün YouTube'da. YouTube'a da bundan sonra inşallah test düz qoyacağam. Hər səfərində deyirsən Mamet, deyirsən, amma heç birində də paylaşmırsan. Yalan elə pülüyürsən. Açım dağılmayıb. Uy bu ne burundu? Qaqa bütün xarizmam bitdi. Burada özümə baxıram. Bu ne burundu? Dağıldı. Qaqa uzun saçında bax buna görə deyinirdi. Adam belə ki hər 2 dəqiqədən bir gəlib baxsın, düzəltsin, eləsin. Əziyyətdir bu hamısı. Mən niyə əsəbi danışıram? Hamısı visnədəndir qaqa. Bütün günü ora-bura getməliyəm. 1000 dənə iş görməliyəm, video düzəltməliyəm. Axşama bu videonu sizin üçün paylaşmalıyam. Birinci gündə ümid edirəm paylaşaram qaqa. Əgər bu gün paylaşdımsa bilin ki tez-tez video paylaşacağam. Ümid edirəm inşallah axşama kimi bu videonu çatdıraram. Bir də qaqa bunu deyim. TikTokda da hər gün canlı açsam. Hər gün biraz quşladım, amma niyyətim hər gün açmaqdır. Hər gün açmaya da bilərəm, amma niyyətim hər gün açmaqdır. Yəni deyim bilin. Nəysə qaqalar, uzun müddətli video çəkmirdim. Bu videoda biraz uzun oldu. Bunu əslində biraz qısa tutacaqdım. Gic danışa, boş lazım şeylər danışa. Gəldi çıxdı 14-15 dəqiqəlik video oldu. Heç bilmirəm nə qədər video oldu. Bir sürü çəkmişəm. İndi bunu kəs doğru editdə əziyyət. Gəldi düşdüm də bəlayədə indi. İndi hər gündə video paylaşmağım var. Hər gündə demirəm. Demirəm nə idi, demirəm. 2 gündən bir, 3 gündən bir beləncə videolar paylaşmağa çalışacağam. İndi görə kuryer eləyəcəm, nə eləyəcəm indi bilinmir. Özüm də bilmirəm qaqa. Nəsə eləmək istəyirəm, amma nə eləmək istədiyimi özüm də bilmirəm. Onun istəyirəm ki, qabağa gedim. O şeir peçat şeiri də qaqa. Yeriyən çox, qabağa gedən az. Qanun çox, ədalət az. Sevilmək istəyən çox, sevən az. Qəşəng ləzzətli söhbətləri də. Nəysə indi çoxsu yadımdan çıxıb bir dəqiqə beyin işləmir. Nəysə qaqalar, indi bunu da niyə dedim? Nəysə atdım getdi də. Hər gün canlı açmağa çalışacağam inşallah. Saat hardasa neçə üçün deyim. Nəysə qaqa, hər gün canlı açmağa çalışacağam. Yenə deyirəm, vuzluqluq eləmək istəmirəm. Girin orada elə belə özümüzlə söhbət eləyin, biraz dərdləşəyin. Siz suallar verin, mən cavab vereyim. Mən sual verim, siz cavab verin. Arada bir kimdənsə indi belə Nastre ilə belə bombola kimdənsə belə oyun oynayarıq. Yəni oyun oynayaq deyəndə belə bir-birimizdən belə şey oyunda, yəni pek olaraq oyun demirəm, belə şey olaraq. Nəsə cəzalı oyun falan oynayarıq, amma yəni pulundan falan yox da. Əslində o da olmaz. Nəysə qaqa, girib bir-birimizə elə belə söhbətləşəyin orada. Siz sual verin, mən sual verim. Siz sual verin, mən sual verim. Nəysə qaqa, bu söhbətin axırı heç yaxşıya doğru getmir. Öpürəm sizləri. Özünüzə yaxşı baxın. Növbəti videoda görüşmək üzrə.